Hörmətli qonaqlar, dəyərli izləyicilər, Lider Masası by AK layihəsinin ilk buraxılışından sizləri salamlayırıq. Bu platformanın əsas məqsədi ekspertləri, liderləri və fərqli baxış bucağına sahib olan insanları bu masa arxasına toplayaraq faydalı, bilikli və dəyər qatan mövzuları müzakirə etməkdir. Odur ki, uzatmadan sizə bu masanın ilk qonağını təqdim etmək istəyərdim. 15 illik təcrübəyə malik olan HR sahəsində öz sözünü demiş Xəyalə Həsənovanı sizə təqdim edirəm. Xoş gördük, hər kəsi salamlayıram. Burada olmaqdan məmnunam, dəvətiniz üçün də təşəkkür edirəm. Siz sağ olun Xəyalə xanım, bugün bizimlə bir yerdəsiz, dəvətimizi qəbul elədiniz. Bugün çox maraqlı və faydalı mövzumuz var. Niyə şirkətlər yaxşı işçiləri itirirlər? Amma bu mövzuya keçmədən öncə istərdim ki, özünüzü daha ətraflı bizə və izləyicilərimizə təqdim edəsiniz. Sizdə çox qısa bir təqdimat eləyəcəm. Bu sahədə 15 il təcrübəm var, insan resursları sahəsində və coacham. Bəs ümumiyyətlə bu HR sahəsinə necə giriş etdiniz? Sizi nə sövq elədi ki, siz bu üzrə irəliləyəsiniz? Mən bir şirkətdə ilk olaraq fəaliyyətimə başlayanda insanlarla ünsiyyətim çox yaxşı alınmışdı. Yəni işçilərlə çox yaxşı ünsiyyət qururdum. Orada da hələ HR deyildim. İlk iş fəaliyyətim idi. Bir müddətdən sonra hər kəs mənə dedi ki, Xəyalə xanım, sizdən yaxşı psixoloq olur. Mən də oturdum, düşündüm ki, 7 il psixologiyanı oxumaq biraz daha uzun prosesdir və həyatın istiqaməti, mənim istəyim HR olmaq qərarına gəldim və sıfırdan HR olaraq başladım, kiçik bir mütəxəssislə. Çox gözəl. Ümid edirəm ki, sizin bu danışdığınız, belə deyim, həyat yolunuz bizim gənclərimizə də böyük motivasiya olar. Kiçik mütəxəssisdən 15 il təcrübə ilə artıq bir direktorsuz, HR departamentinin direktoru. Bu çox gözəl bir uğurdur və sizə daha da yüksəklərdə uğurlar əldə etməyi arzu edirik. İstərdim ki, bizə izah edəsiniz. Bir HR olaraq siz ilk nəyə önəm verirsiniz? Bir müsahibədə hər hansısa bir gənclə və yaxud da ki, bir mütəxəssislə müsahibə keçirdiyiniz zaman ən önəm verdiyiniz nüanslar hansılardır? Ümumiyyətlə, mən başlamaq istəyirəm ki, HR anlayışı nədir? Biraz keçmişə qayıtsaq, HR anlayışı yalnız sənədləşmə prosesi ilə məşğul olurdu. Yəni, HR-lar yalnız əmək məcəlləsini uyğun olaraq prosesləri aparırdılar, sənədləşmə işlərini aparırdılar. Bir HR müsahibədə namizəd deməlidir ki, mən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin, əmək məcəlləsinə uyğun olaraq həm də şirkətin daxili siyasətini bilərəkdən şirkətin idarə edilməsində rəhbərliyə kömək edəcəyəm. Çox siyasətdir. Çox gözəl vurguladınız. HR mütəxəssisləri əvəzolunmaz bir parçasıdır. Çünki ümumiyyətlə şirkətin fəaliyyətində HR-ların çox böyük rolu var və əməkdaşlar seçimində HR-lar birbaşa əsas rolu oynayır. Bəs sizə bir sualım olacaq. Sizcə CV-də ən böyük səhv nə edirlər? İlk öncə təcrübəsini, iş təcrübəsini qeyd edərkən İlk öncə başladığından yox, ön hissədə son iş yerindən söhbət açmalıdır. Son iş yerini qeyd etməlidir. İkinci nüans, mən çox görürəm CV-lərdə bacarıqları tam başa yerləşdirirlər. Bacarıqları biz HR-lar zaten namizədi çağırarkən müsahibələrdə baxırıq, görürük, danışdırırıq. Orada aqressiyasını göstərə bilirmi, yoxsa bir namizəd sahibədə aqressiyasını göstərirsə, şirkətin içində 100% o aqressiyanı göstərəcək. Ona görə də o aqressiya hissəsini psixoloji olaraq yoxlamaq lazımdır. Sizə verilən suallarda namizədlər çox rahat olmalıdırlar. Qıcıqlandırıcı, bacarıqlarını şübhə altına salan suallar da verilə bilər. İşdən çıxma səbəbləri soruşula bilər. Bu yaxında bir CV ilə qarşılaşdım, təhsili tam olaraq aşağıda qeyd etmişdir. Yəni, mən təhsili görməm. Mən sürətli keçərkən, biz CV-lərə sürətli baxarkən, təhsilsiz olduğunu da düşünə bilərik. Yəni, əgər ali təhsil standartı varsa orada, təhsilsiz olduğunu düşünə bilərik. Ona görə də açarkən şəkil hissəsi mütləq aydın olmalıdır. Çox qaşqabaqlı, qaraqabaq yox. Nə çox görən yerdə pozitiv, nə də negativ bir şəkil olmalıdır. Çox önəmli bir mövzunu vurguladınız. Bizim izləyicilərimiz üçün də faydalı olar və bundan sonraki hallarda, bundan sonraki müsahibələrdə əsas nələrə diqqət olunur HR sayəsindən sizin üçün də bir bilik oldu.
Yəni demək istəyirsiniz ki, situasiya sualları daha önəmli. Bizim açar suallarımızdan biri işçinin keçmiş iş yerindən nəyə görə çıxdığıdır. Bir insan bir şey haqqında 3 dəfə qeyd edirsə, bir sözü 3 dəfə qeyd edirsə, məsəl üçün problem sözünü 3 dəfə qeyd edirsə, əmək haqqında sorunlar sözünü 3 dəfə qeyd edirsə və yaxud da münasibətlərdəki çətinliklər sözünü qeyd edirsə, yəni mütləq şəkildə orada açar sözləri var. O açar sözləri 3 dəfədirsə, burada artıq bizim üçün bir siqnaldır, HR-lar üçün bir siqnaldır ki, orada bir sorun var. Oradan artıq biz sual hücumuna tuturuq o namizədi. Sizcə coach olmaq HR fəaliyyətinə nə dərəcə köməklik göstərir? Dili 70% danışır. Yəni psixolojide 70-75% insan bədən dilindən danışır, sözlərlə danışdığı 15%-dir. Yəni onun sözü ilə danışdığı ilə işçinin və yaxud da namizədin bədən dili üst-üstə düşməyə bilir. Bu zaman bu anı yaxaladığımız zaman koçluq bizə burada, psixologiya bizə burada kömək olur ki, doğru suallar verək ki, işçi və namizəd bizə doğru cavabları verə bilsin. Ümumiyyətlə, koçluq nədir? Koçluq sual vermə sənətidir. Koç bir insanı olduğu yerdən olmaq istədiyi yerə aparan, ona yol arkadaşı deyirlər Türklər, yol dostu. Daxili siyasətimizə, etika qaydalarına və psixologiyaya uyğun olaraq xoş gəlmirsə, ilk olaraq zarafatla, çox light, politely, ingilis tərcümüşkən nəzakətli şəkildə bunu ona vurğuluyuram. Birinci, Gamburger metodu deyirlər buna, ingilislər Gamburger metodu deyirlər. İlk bu həyatda da istifadə olunur. Bir insana bir main, əsas bir söz demək istəyirsinizsə, yəni bir problemi vurğulamaq istəyirsinizsə, ilk öncə çox gözəl bir kompliment edə bilərsiniz, çox gözəl bir söz deyə bilərsiniz. Case verirəm. Məsəl üçün, işçinin nəzakətsiz bir zarafatını gördünüz digər işçiyə, amma işçi çox yaxşı işçidir, məsəl üçün. Deyə bilərsiniz ki, çox yaxşı bu aralar sənin haqqında məlumatlar var, çox tərifləyirlər səni. Halal olsun sənə. Bir bu zarafatların heç birimiz gülmürük bu zarafatlara. Yəni bu da orta main olaraq və son olaraq isə bir şey deyə bilərsən ki, conclusion olsun, yəni bağlasın mövzunu, amma sən o Türklər demişkin, kalbini qırıq saxlamırsan. Deyirsən ki, sənin əmək haqqı barəsində də düşünəcəyik. Məsəl üçün, təkliflərdə bulunacam, rəhbərliklə danışacam. Yəni, main hissəni verdin ki, yəni, buranı düzəltsən, ümumiyyətlə işçi olaraq çox ideal bir işçisən. İşçi də onu algılayarkən, bunu mənə, çünki insan psixologiyası belədir ki, əgər ona bir cümlə deyirsənsə, özü haqqında müdafiə olunmağa başlayır, aqressiyası başlayır içəridə. Amma ona bir istiqamət verirsənsə, o istiqaməti alır, qəbul edir. O 2 dənə o hamburgerin üstündə olan o çörəklər, şirin çörəklər, o əsas o əti ki verirsən, ona main mənanı ki verirsən, onu qəbul eləməkdə onlara şərait yaradır. Yəni, koçluq burada lazım olur, belə deyil. Bədən dili vurğuladınız. Demək istəyirəm ki, bədən dili nə qədər önəmlidir sizin üçün? Məsələn, mənim indiki bədən dilimdən həyəcanlı olduğumu anlaya bilirsinizmi? Yoxsa sizə nə qədər zaman lazımdır ki, əyləşən bir əməkdaşı, belə deyim, namizədi dəyərləndirəsiniz bədən dilindən, danışığından və s. İlk neçə saniyə əsas rol oynayır, belə deyim? Bu, yenə də genel danışacağım. Ümumiyyətlə, biz ön yargını həyatımızdan çıxarmalıyıq. Həm namizədə olan ön yargını həyatımızdan çıxarmalıyıq, həm insanlara olan ön yargını, həm işçilərə olan ön yargını həyatımızdan çıxarmalıyıq. Nədir bu ön yargı? Bir namizəd, əgər belə deyək də, indi əvvəlki Azərbaycan standartlarında namizəd bəyaz köynək və qara şalvar və ya yubqa ilə gəlməli idi müsahibəyə. Bu standartlar getdikcə dəyişir, dünya inkişaf edir, daha rahat gəlirlər. Gənclər fərqli maddədə, fərqli fikirdədirlər. Bir namizəd fərqli giyinmiş ola bilər, cinsdə, topda gəlmiş ola bilər namizəd müsahibəyə. Amma bu onun daxili gücünün, tərbiyəsinin və beyninin gücünün yaxşı olmadığı demək deyil. Əgər sən ilk yargıya, ön yargıya fokuslanırsansa,
artıq verdiyin suallar aqressiv olur, işçiyə qarşı, namizədə qarşı olan münasibətin aqressiv olur. Ona görə də sən orada itirirsən bir HR olaraq. İlk 5 saniyə, 10 saniyə, ya ilk 3 dəqiqə deyərdim, 2 dəqiqə deyərdim, sıfırda olmalısan. Yəni insan barəsində fikrin sıfır olmalıdır. Sonradan onun haqqında doğru suallar verirsənsə, doğru cavablar alırsan. Heç bir pis namizəd, bilgisiz namizəd və lazım olmayan namizəd yoxdur. Sadəcə şirkətin qoyduğu qaydalar, şirkətin tələbləri var ki, bir namizəddən biz bunu istəyirik. Və biz əgər görürük ki, psixoloji olaraq, bilgi olaraq baxırıq ki, namizədin içində Avropadan standartlar var. Ümumiyyətlə, Azərbaycanda indi statistikada nə yüksəkdirsə, marketinqdə bəzən elə söhbətlər gedir ki, mən UGC kontenti mən hələ indi öyrənirəm ki, nə deməkdir UGC kontent məsəl üçün HR olaraq. Çünki mən marketinqin içində deyiləm. Biz müsahibələrdə marketinq rəhbərlərini, işçilərini bəzən dəvət edirik, dizayneri yoxlamaq üçün və dizayneri götürəndə işə. Heç bir HR düşünürəm ki, egolu olaraq mən işçini sadəcə olaraq psixologiyasından və danışdırmaqla onu bilgilərini bilə bilərəm deyə bilməz. Orada mütləq şəkildə hansı şöbəyə ki, işçi götürürük, orada departament rəhbəri və yaxud da şöbədən hansısa bir əməkdaş iştirak eləməlidir. Əməkdaşın iştirak eləməsini çox da dəstəkləmirəm, amma rəhbərin iştirakını dəstəkləyirəm. Təbii ki, mən özümə xoş olur onların verdikləri cavablar, onların bilgiləri. Ona görə də gəldiyi an başqa şey düşünür olar, amma müsahibədən sonra isə haqqında tamamilə başqa şey düşünə bilərik. Ona görə də ilk öncə HR-lara mənim tövsiyəm, belə deyək, çox nəzakətli tövsiyəm, ilk təəssürat hələ doğru deyil. Gözəl. Bəs sizcə HR sahəsi digər hansı sahəyə ən yaxın olmalıdır? Siz bayaq qeyd elədiniz marketinq sahəsini. Sizcə ümumiyyətlə HR sahəsinin digər sahələrlə partnyor olmağı nə dərəcədə bir üstünlüyüdür? Şirkətin HR-ı həm rəhbərləri yaxşı tanımalıdır. Yəni hər rəhbərin və hər insanın özünün xarakteri var, özünün tələbləri var, özünün daxili qaydaları var. Təbii ki, əmək məcəlləsi üstünlükdür hər yerdə, birinci əmək məcəlləsi, sonra isə kollektiv müqavilə uyğun olaraq etik çərçivələrdə daxili siyasət. Şirkətin daxilində bütün departamentlərlə, rəhbərləri və işçiləri ilə münasibəti yaxşı olmalıdır. Ümumiyyətlə bir HR-ın mübahisəli mövzuda olmasını qəbul etmirəm. Çünki əgər bir HR professionaldırsa və idarə etməni yaxşı bilirsə, burada həm işçi, həm də rəhbər heyəti o pozisiyanı yaxşı tanıyır və hər tərəfdən hörmət edir. HR nəyi bilməlidir? HR hüquqi hissəni çox yaxşı bilməlidir. Çünki əmək məcəlləsi bir məcəllədir. Hüquqi tərəfləri vardır. Məcəlləni doğru oxumaq, doğru anlamaq, cümlələri doğru anlamaq çox önəmlidir. Yəni bir HR hüquq hissəni də o qədər yaxşı bilməlidir ki, məcəlləni doğru oxuya bilsin və doğru tətbiq edə bilsin. Bir HR psixologiyanı çox yaxşı bilməlidir və idarə etməni yaxşı bilməlidir. Ümumiyyətlə istərdim ki, bugünkü masamızın əsas mövzusuna toxunum. Sizin çox maraqlı bir danışığınızdan sonra əsas mövzumuz o idi ki, şirkətlər niyə yaxşı işçiləri itirirlər? Yəni namizədlər və əməkdaşlar ümumiyyətlə nədən qaçırlar və ya HR-ların burada bir qolu varmı? Siz nə düşünürsünüz bu haqda? Çox qısa bir cavabım var, aydınlaşdıracağım. Verilən sözlər tutulmadıqda işçilər şirkətdə qalmır. İş sözlər açıqdırsa, bir rəhbər söz verir əmək haqqı artırmaq barəsində, açıqdır, qapanmadır. Yaxşı və yaxud da pis, fərq etmir. İnsan beyni bir cavab almaq istəyir. İşçi də öz gələcəyini planlaşdırmaq üçün şirkətdə nə qədər lazım olub olmadığını, bu şirkətin ona nə qədər uyğun olub olmadığını qərarlaşdırmaq istəyir. Bir işçi işdən çıxırsa, bugün gəlib işdən çıxırsa, bu 2 ay, 3 ay və yaxud 6 ay qabaqdan artıq qərar vermişdir. Bu, bugünün və bir həftənin və yaxud da 3 günün qərarı deyildir. O qərar verilmişdirsə və
rəhbərinin, birbaşa rəhbərinin məlumatı yoxdursa, burada da bir sorun var idarə etmədə. Birbaşa rəhbər çox önəmlidir. Şirkətin rəhbəri zaten şirkətin aynasıdır. Mən hər şirkətə daxil olarkən, daxildə gedən proseslərdən, əgər tanımıramsa CEO-nu, daxildə gedən proseslərdən başa düşürəm ki, CEO-nun xarakteri necədir. Əgər şirkət işçiləri çox simicdirlərsə, deməli CEO simicdir. Əgər çox belə deyim, gəzməyə meyillidirlərsə, dünyanı səyahət eləməyə meyillidirlərsə, CEO-ları da belədir. Əgər çox müsbətdir, pozitiv bir aura varsa şirkətin içində, demək ki, yəni rəhbər də belədir. Ona görə rəhbər aynadır, şirkətin içinə saldığı işıq nədirsə şirkətdə odur. Və idarə etmə əsasdır. Başladı, bitdi. Qərar verildi, icra olundu. Bu varsa iş davam edir, zaten işçilər azalır. Müdür, çox sağ olun Xəyilə xanım. Həqiqətən çox aydın cavab verdiniz və hətta düşünürəm ki, bir çox işçilərin, əməkdaşların iç səsi oldu sizin bu cavabınız. Bitirmədən öncə istərdim ki, sizinlə kiçik bir sual cavab eləyəcəm. Suallar verəcəm və siz sürətli şəkildə, düşünmədən, intuitiv şəkildə cavab verəsiniz bu suallarımıza. Tamam. Gəlib keçək. Sizcə bir CV yoxsa bir LinkedIn? CV qınayacaqlar məni. CV. Sizcə diplom yoxsa təcrübə? Təcrübə. Remote yoxsa ofis? Ofis. Burada dəyişir vəzifədən asılı olaraq. Siz nəyi daha üstün tutursunuz? Baxın vəzifəyə. Aha, təşəkkür də keçirmə. 3 sözlə ideal əməkdaş. Özünü idarə edə bilən, öz üzərində çalışan, doğru yanlışdan ayrıla bilən. 3 sözlə ideal rəhbər. Qərarında qəti, idarə etməni bacaran, insan psixologiyasından anlayan. Və son sual. Sizcə yüksək maaş yoxsa yüksək vəzifə? Çox belə Sual. Baxır neçə yaşındasın? Sizcə tez bir cavab verin. Bu insan özündən asılıdır. Mənim üçün soruşsanız, məncə yüksək maaş. Çox gözəl. Məncə də əsas odur. Bir daha Xəyilə xanım çox təşəkkür edirik. Sizi lider masamızda qonaq etməkdən çox məmnun olduq. İnşallah ki, yenidən çox gözəl bir layihələrdə bir araya gələrik. Təşəkkür edirik. İnanırıq ki, hər uğurun arxasında paylaşılmağa dəyər bir təcrübə var. Sizcə növbəti qonağımız kim olacaq? Bu sualın cavabını bilmək üçün izləmədə qalın.